Ayaqların şişməyə başlayıb və günü-gündən daha da şişirsə, göz altında torbalaşma varsa, sallanma varsa, üz dərin şişibsə, deməli sizdə ödem var. Yəni bədəniniz artıq maye toplayır. Bunun isə səbəbi böyrəyin fəaliyyətinin pozulması, süzmə qabiliyyətini itirməsidir. Yəni böyrək düzgün şəkildə süzə bilmədiyinə görə artıq mayeni bədənin müəyyən nahiyələrində toplayır ki, bu da sizdə ödemə, şişkinliyə gətirib çıxardır və tez bir zamanda siz bunu müalicə etməsəz, bu sizdə böyük bir problemlər gətirib çıxardacaq ki, bunun da müalicəsi uzun bir vaxt aparacaq. Və bunu necə müalicə edə bilərsiniz? Deyirsinizsə videoyu sona qədər izləməyi, ekranın kənarından olan ağ rəng qızardı plus işarəsini toxunmağı da yaddan çıxartmayın. Deməli müalicə etmək üçün nə edirsiniz? Yaxınlaşırsınız istənilən bir apteklərin Drines tabletka alırsınız. Deməli, Drines tabletkanın tərkibi tamamilə bitkilərdən ibarətdir. Heç bir əlavə kimyəvi tərkibi yoxdur. Deməli, 12 yaşından böyük hər kəs rahatlıqla istifadə edə bilər. Deməli, istifadə qaydası necədir? Böyüklər gündə bir tabletkadan 2 dəfə səhər və axşam yeməkdən sonra qəbul edə bilərlər. İstifadə etdiyiniz andan etibarən Drines tabletka sizdə olan deməli, böyrəyin fəaliyyətinin pozğunluğunu aradan qaldıracaq, süzmə qabiliyyətini daha da yaxşılaşdıracaq ki, bu da sizdə olan bədəninizə toplanan artıq mayeni tez bir zamanda bədəndən xaric etməyə kömək edəcək ki, bədəniniz əvvəlki formasına qayıdacaq. İstifadə qaydası isə dediyim kimi, gündə 2 dəfə səhər və axşam bir tabletka qəbul etməyiniz kifayətdir. Hətta hamilə xanımlar belə rahatlıqla istifadə edə bilər. Qiyməti isə hər cübə uyğun və münasibdir. Yaxınlaşıb istənilən apteklərdən əldə edə bilərsiniz. Olmayan apteklərdən isə sifariş verib gətirə bilərsiniz. Videonu bəyənməyi, paylaşmağı və səhifəni takip etməyi da yaddan çıxartmayın.